Belə xəbərdən yan keçmək olmaz. Heç keçmək olmaz. Rayonda məsul şəxslər var da, torpaqları onlar da zəbt edib, meşəni, dağ ətəyi, bütün torpaqları zəbt ediblər. Elə bil dədələrindən onlara qalıb halal belə torpaqlarıdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov meşə ərazisini zəbt edib. Bu kişiyə kimi imkan verib, kim icazə verib, imkan yox, icazə verib. İnkalın əldə etdiyi məlumata görə Süleymanov İsmayıl rayonunun Talışstan kəndində meşə ərazilərində yerləşən Talıstan adlı istirahət mərkəzinin sahibidir. Böyük bir park salıb orada. Forest Park. Parkın sahibidir. O istirahət mərkəzində həyat yoldaşı İbrahimova Fazilə Fazil qızının adına rəsmiləşdirib. Mahmud Süleymanov 2020-ci ildə İsmayıl rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun birinci müavini vəzifəsinə təyin olunub. Bax, bu qədər. Nə bilim, araşdırılır, sübut olunur ki, bunlar kimdir, nəçidir. Yenə də bildiklərini edirlər. Yenə də deyirlər ki, torpaq bizimdir, ölkə bizimdir, meşələr bizimdir, dağ bizimdir, çay bizimdir. Çay deyəndə Xəzər yadıma düşdü. Necə Xəzəri özünüz görürsünüz də, Xəzərə yaxınlaşmaq qeyri-mümkündür. Uzaqdan uzağa havasını uduruq. Yaxınlaşa bilmirik. Sadə vətəndaş Xəzərə yaxınlaşa bilmir. Uzaqdan belə baxır.